Herkese salam, kanalına xoş gəlmisiniz. Sevilən müğənni Bahar Lətif qızı Kəmalə Ağazadənin sığınacağında toyu baş tutacaq qızı sevindirib, ona xonçalar hədiyyə edib və o xınayaqlıda iştirak edib. Həmin görüntüləri sizlərə təqdim edirəm. Videonu izləyib xoş sözlərinizi yazmağı unutmayın. Qızımızın toyudur, Səbinənin toyudur. Amma mən orada ola bilməyəcəm. Kəmalə xanımın sığınacağındayam. Buradakı uşaqları bilirəm, Kəmalə xanım qədər heç kəs sevə bilməz. Yəni o uşaqların ki, bəzilərinin anaları var ki, heç onların heç bir xəbəri yoxdur. Yəni mən də Kəmalə xanım qədər sevə bilmərəm, amma mən Kəmalə xanımın yanında böyüyən uşaqlar qədər düşünməyi bilirəm. Çünki mənə çox yaxın, mənə çox əsas belə deyək də ruhuma yaxın bir yerdir. Bunu insanlar bilir. Sabah Səbinəmizin toyudur, amma mən rayona çıxıram, Gəncəyə gedəcəm. Onun üçün bir ana kimi deyim də, xətrinizə dəyməz hər halda. Bir cehiz kimi deyək, bilmirəm. Onun üçün belə bir hədiyyə elədim. Bilmirəm nə qədər doğrudur, nə qədər səhvdir. İndi qaça-qaça gələcəklər, gediblər gəlin paltarını premyer amma içimdən gəldi. Səbinə qızım, xoşbəxt ol. Arzu edirəm ki, bu gözəl ananı inşallah inanıram bitirməyəcəksən. Çünki biz də bax, internet uşaqları olaraq bizim orada böyüdən anamız, Mila anamızı, Mila müəlliməmizi heç unutmadı. Sizə də baxanda onu xatırlayıram. Çox sağ olun. Xoş gəldik, xoş gəldik. Getdik. Gəlin. İnşallah. Bahar xalabı sizə bax belə hədiyyələr gətirsin. Siz görmüşsünüz qonşanı əslində oğlan evi gətirər. Yox elə, oğlan da bizimdir, qız da bizimdir, hamısı Qızlar, sizə qismət olsun, mənim mələklərim. Bax, bu övladları üçün, bu qızları üçün Kəmalə xanımı mən hər saniyə izləyirəm, hər dəqiqə izləyirəm. Digər uşaq evlərimizdə var, orada da mənim dostlarım var. Allahdan arzum budur ki, əziyyətli yerdə qalmasın. Bir dənə bunu arzuluyorum. Öpürəm. Sabah xına yaxdı da, bax, o bütün Balamaxına yaxdıdır, yaxına yaxdıdır. ailə qurmaq Dekorçu qızımız çox gözəl bir şeydir. Ailə kiçik dövlətdir. Sizə də eşq olsun ki, siz bu boyda bizim üçün böyük bir hədiyyə edirsiniz. Deməli, bugün ayın artıq 7-si. Deməli, dekor qurulur. Mən sadəcə yerindən yola çıxıram. Tezdən gəlmişdim, təzdən yenə də yola çıxıram. Deməli, sabahları artıq burada Səbinənin toy günüdür. Bizim Kəmalə xanımın təşəbbüsü ilə olacaq. Və buradakı qızlar hamımıza qismət olsun. Hamımıza bir qismət olsun. Başımı yerləm öldürərəm. Deyir, özdə deyir, yox. Necə ki, zamanında bizim interneta yardımlar gətirirərdilər. Kimsə əlində bir balaca piçeni də gətirsə biz sevinərdik. Yəni bunlar bizim yaddaşımızdadır. Tanımadığımız insanlar da var idi ki, onlar da bizə dəstək olurdular. İndi nə bilim, qurban olma Allaha, bu uşaqların da yeri, yuvası buradır. Biz insanlar da əlimizdən gələni etməliyik. Birazdan xonçalar gələcək, sağ olsun. Bu biraz az yaşlı uşaqların yeri. Bura orta yaş qızlar. Qızlar, söz verirəm, bir gün gəlib sizlə qalacağım. İnşallah. Gəl istəyirəm. Bunlar da ömür. Bura da görə qızların yanında. Baxır da indi hansı qızlar. Biraz böyüklərimiz. Orta məktəb belə deyim də. Kəmal xanım bütün ayrılıb ki, məsələn, orta məktəb 8-də durur. Deyir ki, o qız uşaqlara narahat olmasın. Məsələn, universitet Bizim o qızımız əl işlərini göstərəcək. Bir də mənə Baharın, balaca Baharanı, balaca Baharın əl işləri mənə maraqlı olacaq. Qızım, göstər işlərini. hərə gedişini öz işini göstərsin. Sən işlərini olmazdır. Bizdə əsasən ikinci əldə. Məsələn, tulkaları, köynək tulkalardır. Tulkalardan görünələr düzəldirlər. Bəli, həm çıxardırsanız yuqabı olur, həm taxırsınız maçinik olur. Görürsünüz. Bunlar hamısı uşaqlar işlərdir. Görürsünüz, qolbaqlardır, muzqlardır. Gördüyünüz çəkilən əsərlərdir. Hamısı. Gider şimdi gətirir. Biz Səbinəni sağ salamat, sabah toyu olsun. İnşallah. Mən bura böyük bir heyətlə gələcəm. Bax, böyle bir yüksək edelim uşaqlara.
Bu nasıl bana? Görürsünüz bu dedik gəlib tökməyə gedirəm bunlara. Necə gəlib tökülür. Bacan. Gəlib tökməyə hamısı bax gəlib. Bütün yeməkləri özünüz hazırlayacaqsınız. Hamısını. Kebabı, et buradan verilir. Her şey buradan verilir. Aha. Bir tane kebabı artık peşekar kebapçılar gelecek burada eləyəcək. Özləri çəkəcək. Yeməklərdən hamısı özünüz. İlk dəfə deyil, Zəhra Gəlir, sığallayın. O ayağını bilməm sığallayın. Gelin gelin. Biraz ayaz değil yolda. Çamadanımızı götürüp. Adını da ölçeceğiz burada. Siz bu boyda bizim için böyle bir hediye. Mən nə hiss edirəm burada? Aha, əl işləri satışına başladı. Süfrələrdən qalmadı. Evimizə gəlir. Kızlar, oturduğuna taşıyabilirsiniz taşı. Valla bunun suyunu elə bir dənə stəkana töküb içəcək, olucu Energizer. Salam əziz dostlar. Bugün konseptimiz fərqlidir. Şimdi başdan deyim. Salam əziz dostlar. Bugün konseptimiz fərqlidir. Səbinənin toyu üçün gəlmişik bazarlığa. Hal-hazırda Bright Party üçün şarlar seçirik. Çeşit biraz azdır. Dostlar, bunun rəngi niyə belədir? Mən bilmədim. Üstümüzü tapdıq, amma şarımızı tapa bilmədik. Gedirik indi şar tapmağa. Gəldik belə bir mağazaya. Buradan axtardıqlarımızı tapdıq. Anladım, aplikasyon. Ben getsem uşaqlar sizə əmanət. Kemal xanım, sizin əlinizin dadı var. Ona görə keçməlidir əlinizin dadı. Ben de ona göre bunu çözeceğim. Ne qəşəngdir, ne gözəldir. Kemal'in ağzına hazırdan şakarınız, kızlarınız. Sizi karşılayın. Burada qəribə və xoşbəxt bir xaos var. Arkadaşlar bu malin ki ne oldu çok iyi. Bu vardı. Hele buna bak. Səhərə çox qalmıyor. Səhərə bir 2-3 saat qalır. Səhnə qurulur. Deyirəm, bu boyda
binanı ne gülə qoyublar. Antik bir tərəfdən, bir tərəfdən, ferma bir tərəfdən, Rabaskopo bir tərəfdən. Qısqırıb alacaq sabah. İnşallah yatırım. Səhər durum geyim bir də iclasa da salam mələk eləyim, sözümü deyim, sonra çıxım gəlim. O vaxta kimi yəqin ki Zəhranın fəaliyyəti hələ davam edəcək. Məsələn, bu telefonun o tərəfindəki insanları göstərmək istəmirəm. Onların üzünə baxanda vəziyyət bəllidir nə haldadılar, amma eşq olsun hamısına həqiqətən də. Allah. Afərin.